Dəniz qəzası nədir və hansı səbəblərdən baş verir? Dəniz nəqliyyatının təhlükəsizliyi, qlobal ticarət, insan həyatı, dəniz və ətraf mühitin qorunması üçün ən vacib amillərdən biridir. Lakin dəniz şəraitinin mürəkkəbliyi səbəbindən bəzən arzuolunmaz hadisələr, dəniz qəzaları baş verir. Dəniz hadisələri ümumilikdə iki əsas kateqoriya üzrə müəyyən olunur: dəniz qəzası və dəniz insidenti. Dəniz qəzası gəminin istismarı və idarə olunması zamanı baş verən insan itkisi və ya xəsarət, ətraf mühitə zərər, maddi itkilər, həmçinin əməliyyat prosesinin pozulması ilə nəticələnən hadisələr hesab olunur. Dəniz insidenti isə birbaşa zərər doğurmayan, lakin potensial təhlükə yaradan və gələcəkdə qəza riskini artıran hadisələr hesab edilir. Təcrübə göstərir ki, bir çox ağır qəzalar vaxtında analiz olunmamış insidentlərin nəticəsində meydana çıxır və bu baxımdan onların düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq məcəllələr bu hadisələrin hüquqi mahiyyətini müəyyən edir, onların baş vermə səbəblərinin araşdırılması və qiymətləndirilməsi qaydalarını tənzimləyir. Ölkəmizdə dəniz qəzalarının araşdırılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi tərəfindən həyata keçirilir. Qaydalara görə bu araşdırmaların əsas məqsədi günahkarı müəyyən etmək deyil, hadisənin əsas səbəbi olan texniki və gəminin idarəetmə sistemindəki xətaları aşkar edərək gələcəkdə baş verə biləcək qəza riskini azaltmaqdır. Beynəlxalq təcrübə və qəza hadisələrinin araşdırılması hesabatları göstərir ki, dəniz qəzaları əsasən bir sıra səbəblərdən qaynaqlanır. Sistem xətaları. Statistika göstərir ki, bu tipli qəzaların böyük hissəsi heyətin yorğunluğu, naviqasiya və ünsiyyət xətaları və ya təhlükəsizlik qaydalarından kənara çıxmalar səbəbindən baş verir. Texniki nasazlıqlar. Bu zaman gəminin mühərrikində, sükan mexanizmində və ya naviqasiya cihazlarında yaranan qəfil nasazlıqlar idarəetmənin itirilməsinə gətirib çıxarır. Hidrometeoroloji şərait, güclü fırtınalar, yağıntılar və duman səbəbindən görmə məsafəsi məhdudlaşır və bu zaman güclü dəniz axınları və buzlaşma gəmilərin idarəetməsini çətinləşdirir. Xarici təsirləri isə digər gəmilər, üzən obyektlərlə toqquşma, sualtı qayalara və dayazlığa oturma, liman qurğularına sərt toxunma kimi kənar amillər daxildir.